Əlavə olaraq tarixdə və Qurani-Kərimdə də keçmiş varlıqlar var idi. Yəcuc-Məcuc tayfaları. Onlar bilirsiniz, Zülqərneyn peyğəmbər gedir. Onun tərəfindən yerin altına gömülüblər, bastırılıblar və qiyamətdə onlar çıxacağı deyilir. Həmin varlıqlar nədir, necədir bilinmir. Amma yəni təməl olaraq biz bunu hekayələrdə və müqəddəs kitablarda da görürük ki, zaten bundan söz keçir. Və buna aid bir dənə də zaşita verir sənə. Ki, əgər sənə cadu olunsa, misal, sən Nas və Falaq surəsindən istifadə elə deyilir. Yəni, yaradana sığın deyilir. Çünki az öncə boyutlar saydım sənə. 5-ci boyut axı cinlər, mələklər, şeytan falandır. Bu boyutla kontakt qurub, o, misal, magiya ustadları, Azərbaycanda ki, çox azdır, yox səviyyəsindədir. Magiya ustadları həmin o 5-ci boyutda olan varlıqlarla kontakta girir, gələcək oxuması eləyə bilirlər. Yəni mən gözümü yumub, misal sizin üçün gələcək oxuması eləyə bilərəm. Ki, hansı nələr ola biləcəyini, onlar eləyir onu. 6-cı level qanunlar boyutudur. Qanunlar boyutu ilahi qanunlar və evrənsəldə kainat kosmik qanunlardır. Burada cazibə qüvvəsi var, yer çəkimi qanunları var, F bərabər MA falan disturlar. Yəni elmdir. Misal, elmin gücünü istifadə edib şəfalanma metodu da vardı. Bunu Nikola Tesla tapmışdı. Nikola Tesla bütün xalqdan gizlədilən hər şeyi aşkara çıxarırdı. Onu da öldürmək istəyirdilər və elədilər də sui-qəsdə uğradı. Nikola Tesla xüsusi vibrasiyalarla insanın dalğasını tapır. Bax, misal, bizim böyrəyimizdə daş var deyək, hə? Bu daşa biz oradan şua ötürəndə o daşın millimetri, harda yerləşdiyi, neçə millim olduğu, miqdarı, çəkisinə qədər çıxır. Sonra həmin o dalğanı ötürürlər, o böyrəkdəki daş düşür. Aydındır. Eyni fraksiyalarla insanda deyək kanser var da, bədxəstəli şiş var. Biz onun da frekansını öyrənib ötürsək o da yox olacaq. Amma bunu eləmirik hal-hazırda. Bunu eləməməyimizin səbəbi də odur ki, səhiyyə sistemi, dünya səhiyyə təşkilatları və s. bunu biraz əngəlləyirlər də. Yoxsa fizikadan istifadə edərək insanı sağaltmaq çox rahatdır. İki vur ki. Bunu çünki dünyada ümumiyyətlə Və Tesla özünü elə sağaldırdı, öz bioqrafiyasında da qeyd eləmişdi.